Sən vətəni sevdin, vətən də səni. Ramil Ələsgərov, Fələk çoxlarını ağlar qoyubdur. Dilqəm Rızayev, Bu sevdada nələr gəldi başıma. Gülvin Ağamalıyeva, Ürəyim sınsa belə qələmim sına bilməz. Elvin Nuri, Biz dünənə qədər 4 nəfəri tanıtdırdıq və 1 nəfər qaldı, Ramin. Qardaş, xoş gəlmişsiniz, kömək edəcəm sizə. Siz də gəlin, şeirinizi söyləyin. Bu bir tamaşaçılarla bir tanışlıqdır. Çünki amma sabah müsivlər heyətin qarşısına daha hazırlıqlı çıxmalısınız. Buyurun, nə şeir söyləyəcəksiniz? Dünənlərim Telli xanıma söz verdim ki, o Xan Zəlimxana yazdığım şeiri yazmışsınız elə şeiri. Buyurun onda. Həmən günü yazmışdım. Buyurun. Bir də ki, Zar müəllim, bəli, elə onu deyirəm. Buradan Zəlimxan sevənlərə salamlayıram və bu şeirimi Telli xanıma və onu sevənlərə hədiyyə eləyirəm. Aman Allah, inanmadım bu sözə. Dedilər dünyadan köçdü Zəlimxan. Dedilər dünyadan köçdü Zəlimxan. Dözənmədi bu vətənin dərdinə. Əcəl şərbətini içdi Zəlimxan. Deyirlər dünyadan köçdü Zəlimxan. Ürəyimi parçaladı bu fəryad. Sən söz dolu bir dünyeydin ay ustad. Necə deyim, məzarında rahat yat. Keçilməz yolları keçdi Zəlimxan. Dedilər, dünyadan köçdü Zəlimxan. Allah, kimlər köçdü? Daha kim qaldı? O coşqun dənizdən təlatüm qaldı. Telli nalə çəkdi, söz yetim qaldı. Sözlərdən xəzinə seçdi Zəlimxan. Dedilər, dünyadan köçdü Zəlimxan. Haqsızlıqlar bühdü neçə biləyi. Ramil dəmi diqnasın fələyi. Parçalandı torpağı tökürəyi. Dünyadan incidi, küstü Zəlimxan. Deyirlər dünyadan köçdü Zəlimxan. Deyirlər dünyadan köçdü Zəlimxan. Sağ olun. Amma bilmirəm, sabah necə bir şeir söyləyəcəksiniz. Yəni, zəif olmasın şeirləriniz. 5 nəfər müsivlər heyətinin qarşısına çıxış edəcək.